Türkiyəli məşhur reper Blok 3 Hakan Aydın atasına bahalı hədiyyə alıb. Bugün TV Bakı.ws istinadən xəbər verir ki, sənətçi atasına 10 milyon lirə 394 min manatlıq dəyərində bahalı maşın bağışlayıb. Blok 3 qeyd edib ki, valideyninə bahalı avtomobil almaq onun uşaqlıq arzusu olub. Reperin atasına maşın hədiyyə etdiyi görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin kadrları sizə təqdim edirik. Babamın yıllardır hayal ettiği arabayı babama aldım. Onu götürüyorum babama. Ey yavrum maşallah be. Bana bak. Bu senin artık. Oğlum gönlüne kesene sağlık ya. Sevindiler Akifoğlu, Samir Əliyev, Bugün TV. Nasılsın? Maceraya bak. Abi bizi çekiyor. Efendim.